Salam, xoş gördük hörmətli tamaşaçılar. Zaman axarında verilişi efirdədir. Bugünkü qonağım ədəbiyyatşünas, yazıcı, publisist Kənan Hacıdır. Kənan, səni də xoş gördük. Çox sağ olun, minnətdaram. Yeni il mübarək. Sizinlə bir yerdə çox sağ Yeni olun. ildə ilk dəfə də görüşürük. Bəli. Tamaşaçıların nəzərinə çatdırım ki, bugün bizimki bir verilişimiz təqdimatdan gördüyünüz kimi Kənan bəy həm bizim bugün müasir dövrdə tanınmış yazıçılarımızdan biridir, həm də ədəbiyyatşünaslıqla ciddi məşğul olur. Ona görə də söhbətimiz o istiqamətdə gedəcək. Yəni yazı pozu istiqamətində, gəl belə demək təbiri caizsə. İndi başlayaq söhbətimizə hardan? Ədəbiyyatşünas bir ədəbiyyatşünas kimi, həm bir yazıcı kimi hər halda müəyyən bir baxış bucağından yanaşmalıyıq bu mövzuya. Biraz eksperimental alınsa da söhbətimiz yaxşı olar ki, bir dünya ədəbiyyatına bir ümumi bir baxışla başlayaq, sonra fəlsəfədə buna deyir induktiv-deduktiv metod. Bir mürəkkəbdən sadəyə və yaxud sadədən mürəkkəbə doğru gedək. Bugünkü dünya ədəbiyyatının necə deyərlər, cizgilərini necə müəyyənləşdirə bilərik? Yaxud ümumi postulatları haqqında nə deyə bilərik? Əvvəla çox sağ olun dəvət etdiyiniz üçün. İkincisi də ən gözəl söhbətlər bəzən spontan alınır. İndi ümid edirəm ki, bizim də söhbətimiz İnşallah tamaşaçılar üçün maraqlı olacaq. O ki, qaldı sualınıza. Dünya ədəbi prosesindən biz Sovet məkanında olduğumuz zamanda biraz aralı düşmüşdük. O da məlum məsələ idi ki, Sovetlər ölkəsi qapalı bir ölkə idi. Və bu da postsovet məkanında yaşayan xalqların ədəbiyyatına çox ciddi təsir eləyirdi. Onların dünya ədəbi dalğasına qoşulmasına bir maneə yaradırdı. Müstəqillik dövründən bəri Azərbaycanda istedadlı gənclər yetişdi. Amma yenə də bizdə dünya ədəbi prosesindən sanki kənarda qalma meylləri müşahidə olundu. Halbuki 2000-ci illərin əvvəllərində biz ədəbiyyata gələndə tendensiya yaranmışdı ki, hamı postmodernist mətn yazmağa cəhd eləyirdi. Halbuki dünya ədəbiyyatında postmodernizm artıq 70-ci illərdə, 80-ci illərin əvvəllərində artıq o mərhələ keçilmişdi. Artıq postdaydı. Bəli, bəli. Yəni, həmişə olduğu kimi biz yenə də bir 30-40 il dünya ədəbi prosesindən kənarda qalmışdıq, gedişmişdik o prosesə. Gedən ədəbi prosesi izləyirik və çalışırıq ki, dünya ilə ayaqlaşaq. Dünyada bu dəqiqə dünya ədəbi prosesində hansı tendensiyalar, hansı meyllər var? İnternet erası, texnogen eranın başlanğıcı ərəfəsində, belə deyək, hal-hazırda aparıcı ədəbiyyat meridianı İngiltərədə, İngilis ədəbiyyatı üzərindən inkişaf eləyir. Latin Amerikası, Fransa ədəbiyyatı yox, hal-hazırda dünya ədəbiyyatında İngilis ədəbiyyatı üstünlük təşkil eləyir. İngilis dilli ədəbiyyat üstünlük təşkil eləyir, üstünlüyü ələ alıb və bu da dünyada gedən ictimai-siyasi proseslərin nəticəsidir. Bu dəqiqə ədəbiyyatda, dünya ədəbi prosesində inteqrasiya meylləri hansı formada gedir? Ekologiya və ədəbiyyat, səhiyyə və ədəbiyyat və yəni bunların bir-birinə qarışması, intertekstual mətnlərin meydana gəlməsi. Yəni bu kimi proseslər bizim yaşıdlarımız olan yazıçıların 50, 40, 60 yaş civarında olan yazıçıların əsərlərində biz mümkün qədər izləyirik ki, ədəbiyyata tamamilə yeni baxış, qlobal bir dünyanın belə deyək, bir maketi kimi yaranır indiki romanlar. Mən elə sənin sözündən çıxış edib bir fikrə öz münasibətimi bildirmək istəyirəm. O ki, həm klassik, həm də ki, o çağdaş dövrdə olan o izmlər deyək də, nəzəriyyələrə izmlər deyirəm. Onlara biz diqqət yetirəndə görürük ki, bəzi hallarda yazıcı, qələm adamı sanki o izmləri, onlardan gələn o təklifləri, yaxud müddəaları özü üçün bir örnək kimi qəbul edib, həmin izmlərə məxsus şəkildə, necə deyərlər, əsər yazmaq istəyir. Sanki qabaqca nəzəriyyəni qəbul edir. Nəzəriyyəni imkanı daxilində də, öz bacarığı, imkanı, qabiliyyəti daxilində o izmlərlə tanış olur və başlayır ki, mən deyir ki, postmodernist, oxumuşam postmodernist
əsər belə olmalıdır, modernist əsər belə olmalıdır, struktural əsər belə olmalıdır. Nə bilim. Necə ki 20-ci əsrin əvvəllərindəki o izmlər birdən o yağışdan sonra göbələklər kimi Yəni dadaizm, futurizm, kubizm, kubizm və futurizm və s. dadaizm və s. və ilaxır. Bunlar ədəbiyyatla məşğul olanlara yaxşı tanışdır bu izmlər. Eləcə də indi görürsən ki, amma mənə elə gəlir ki, bayaq verilişdən qabaqki söhbətimizdə də buna ötəri toxunduq. Bu izmlər, yəni ədəbiyyata yaxından bələd olan adamlar bu məsələlərdə, bu nəslələrdə də yaxşı bələddir. Deyək ki, cərəyana mənsub olmasını, hansı tendensiyaya mənsub olmasını bədii əsərin. Söhbət onda deyim ki, bir bədii nəsrdən gedir, nəsrdən gedir. Evet. Biz o biri janrları hələ qatmırıq, dramaturgiyanı, ədəbi tənqidi, nə bilim, poeziyanı və s. Onu ədəbiyyatşünaslar müəyyən eləməlidir. Ki, bu yazıçının ortaya qoyduğu əsər nədir? Yazıçı bəyəm o vərəq arxasında yaxud kompüter arxasında fikirləşmir ki, mən hansı bir izmi isə əsas özümə demək örnək kimi qəbul edib o heç bir yazıcı cərəyan yaratmır. O izm əsasında mən əsər yazacağam. Yəni bu təbii ki, bu belə mümkün deyil. Tamamilə doğrudur. İstənilən yazıcı əsər yazanda düşünməməlidir ki, mən bunu hansısa bir cərəyan çərçivəsində yazıram. O əsər təbii şəkildə doğulan bir mətndir və bu əsərin hansı izmə aid olduğunu tənqidçilər, ədəbiyyatşünaslar müəyyən edir. Amma təəssüf ki, müəyyən bir meyl, hansısa bir dəbə uyğunlaşmaq xatirinə postmodernist əsər yazmaq və yaxud metamodernizm, indi bizim dövrümüzdə bəli, metamodernizm cərəyanı ilə bağlı çoxlu esselər, çoxlu belə ədəbi tənqidi yazılar dünya ədəbiyyatında rastımıza çıxır. İndi görürəm ki, gənc yazıçıların çoxu can atır ki, metamodernizmlə bağlı nəsə bir bədii mətnlər yazsınlar. Amma bu da yazıcını müəyyən mənada hədəflərdən yayındırır. Hədəfdən yayındırır. Yazıcı dövrün nəbzini tuta bilərsə, yəni dünyada hansı proseslər gedir, müasir insan nə ilə nəfəs alır, nə ilə yaşayır, onun arzuları nədir, müasir insanın hədəfləri nədir. Yəni bu məsələləri dərindən qavrasa, o öz zamanının içindəki olan mühiti ədəbiyyata gətirə bilsə, məncə bu hansısa izmlərin bir rüşeymləri yarana bilər ki, bunu da gələcəkdə ədəbiyyatşünaslar müəyyən eləyəcək ki, bu hansı izmə aiddir. Doğrudur. Bax, dünya ədəbiyyatını da elə bizim regional ədəbiyyat, yəni böyük mənada regional ədəbiyyatı deyirəm də, Avropa, Asiya, hardasa civarında olan ədəbiyyata nəzər salanda biz görürük ki, ilkin nəsr əsərləri, nəsr nümunələri qəribədir ki, sentimental ruhdan, romantik ruhdan yavaş-yavaş tədricən gəlib realist üsluba. Realist üslub artıq, mən ötən söhbətlərin birində, bu verilişdə bu barədə danışmışdım. Fransız ədəbiyyatından başlayaraq, sonraki dövrdə onun o vektorun inkişaf istiqaməti haqqında söhbət açanda toxunmuşdum bu məsələyə. Yəni orada mən tarixi kontekstə yanaşmışdım. İndi janr baxımından belə baxanda bu nəsrdir. Hamısı nəsr nümunəsi. Amma əslində dediyim kimi, indi sonraki əsas mərhələsi realist janrda, realist üslubda meydana gələn əsərlərlə bağlı oldu. Xüsusən Rus ədəbiyyatı da, indi Rus ədəbiyyatı da zəngindir. Fransız ədəbiyyatından sonra, yəni tarixi baxımdan meydana gələn Rus ədəbiyyatında romantik janrdan Fabrizinin, Karamzinin əsərlərindən Tolstoya doğru, ondan sonra Turgenevə, Dostoyevskiyə, Gorkiyə, Gogola. Bunlar bu istiqamətə, demək, bu istiqamətə hədəf aldılar. Amma indi mən həmin dövrdən keçirəm müasir dövrə, belə deyək. Bayaq qeyd elədin, indiki dövrdə həm dil bilənlər, yəni xarici dil bilənlər, poliglot səviyyəsində dil bilənlər də var. Bu çox yaxşıdır. Ədəbiyyatçı üçün də, yazıçı üçün də, ümumiyyətlə ədəbi prosesi izləyənlər üçün də, onun maraqlananlar üçün də. Eləsi də var, heç dil bilmir. Elə milli ədəbiyyat zəminində, deyək ki, özünün o qələm təcrübələrini ortaya qoyur. Amma qeyd elədim ki, indi bu adi telefon elə bir dünyanı ümumi bir məxrəcə gətiribdir. Adamlar dünya ədəbiyyat prosesində gedən bütün o axtarışlarla yaxından tanış olur. Ədəbiyyat adamlarını deyirəm, yazıçı olmaq istəyənləri deyirəm, yaxud peşəkar yazıçıları deyirəm, bu qəbildən olan adamları deyirəm. Eləcə də dünya ədəbi prosesində də bugün qəribə bir tendensiya getməkdədir. Bu mən fikir verirəm. İndi bunu tam ümumiləşdirmək də biraz çətindir, amma hər halda çalışım ümumiləşdirim bir-iki cümlə ilə.
Nəyi demək istəyirəm? Elə bil ki, bu xüsusən 20-ci əsrin ikinci yarısından etibarən ədəbiyyatda, dünya ədəbiyyatında tarixi paralelizm, əgər belə demək mümkünsə. İndi bu ifadə ekspromptla ağlıma gəldi. Deyək ki, tarixin paralel inkişafı, hadisələrin və tarixin paralel inkişafı. İndi bu əsərlərin mən nümunəsi kimi, sən də, mən də yəqin bir sıra nümunələr çəkə bilərəm. Mən elə gəlir ki, Bulgakovun Master Margarita da, belə deyirik, Usta və Margarita. Usta və Margarita. Belə tərcümə olunubdur. Bu əsərdən başladı. Həm tarixi prosesin, tarixin o bir üzü, həm də ki, sonraki mərhələdə bu üzü. Hətta bəzi hallarda 3 zaman paralel şəkildə inkişaf edir. Keçmiş, bugün və gələcək. Bir neçə zaman bir əsərdə, bəli. İndi bayaq gördüm, səndə bir kitab da var idi, Xəzər yuxuları idi, səhv edirəm. Bəli, Georgi Pryaxin, Rus yazısı. Orada da deyəsən elə tarixi paralelizm. Paralel xətt gedir, bəli. Bu nə ilə bağlı ola? Mənim özümün müəyyən, deyək ki, qənaətlərim var, amma istəyirdim sənin də bir fikrini öyrənərdim ki, bu nə ilə bağlı ola bilər? Ola bilər, bu yaxşı haldır. Mən onu tənqidə yanaşmıram. Bu da bir axtarışların bir forması. Amma hər halda bunun meydana gəlməsi bir müəyyən zərurətdən irəli gəlib. Təbii ki, bu hardasa 20-ci əsrin sonlarına doğru daha da intellektual mətn yazan yazıçıların sayı artdı. Eləcə də bayaq adını qeyd elədik. Georgi Pryaxindir, Milorad Pavitdir və digər bir çox yazıçılar var ki, tarixlə müasirliyi mətndə paralel aparırlar. Bu da təbii ki, forma axtarışlarından biri olmaqla yanaşı, həm də görünür keçmişlə bugün arasında ədəbiyyatın yaratmaq istədiyi bir ruhi bağlılıq, tarixlə bugünün iç-içə olması, yəni tək bizim yox, hansısa bir yazıcı və yaxud Rus yazıcısı, Amerika yazıcısı bunu yazırsa, təbii ki, öz xalqının keçmişindən qırılmaq yox, keçmişlə iç-içə olmaq istəyindən irəli gələn bir meyldir. İndi sən dedin, yadıma başqa bir nəsinə düşdü, necə deyərlər. İndi əgər Kolye var, belə bir yazıcı da, Braziliya yazıcısı, məşhur kimyagər romanı müəllifi. O tam başqa formadadır. Orada da yox, paralelizm var. İndi o necədir? Təkcə onu demirəm. Var, amma çox azdır da onda. O istiqamətdə yazanların bir qismi. Həm tarixi tam real tarix deyil, uydurma tarixi, yəni belə demək mümkünsə. Tam demək uydurma tarixi və bugünü də uydurma tarix formasında paralel verir. O da var. Məsələn, Boris Akonnin romanlarında var. Doğrudur. Uydurma tarix və uydurma müasirlik. Və yaxud mifoloji mətn olur birinci. Məsələn, buna Çingiz Aytmatovun məncə əsərlərinin bəzilərini misal gətirmək olar. Elə deyilmi? Məsələn, Ağ gəmidə. Bəli. Həmin mifoloji hadisələr, həm də bugünün hadisələri. Real hadisələr. Eləsi var ki, demək, burada 2-3 prinsipi əsas götürmək olur. Həm keçmişi irreal şəkildə göstərir, təsvir edir, həm bugünü. Bəziləri keçmişi realist şəkildə, bugünü real. Bəziləri isə onun əksinə, keçmişi tamam real, yaxşı surreal. Yazıcının forma oyunlarıdır da məncə. Forma oyunları. Həm də mif bir vasitəyə çevrilir də, yazıcı üçün mif bir vasitəyə çevrilir. Həm də elə bir forma oyunları. Bir mesajdır, həm də o fikirlər, müasir dövrdəki o fikirlərini tamamlamaq, cilalamaq üçün bir vasitədir. Bəli, bizim ədəbiyyatımızda da var. Bir neçə yazıcımız var ki, yaxşı da alınıbdır. Məsələn, Yusuf Səmədoğlu'nun deyək ki, Qətl günü romanında, Kemal Abdullah'ın bir neçə romanında məsələn var. Miflə müasir dövrün iç-içə olmağı. Yəni orada insanın mahiyyətini göstərir də. Yəni ki, bizim mifoloji düşüncəmizlə müasir düşüncəmizin toqquşan məqamları ki var, onları bədii mətnə gətirmək istəyirlər. Bir neçə belə yazıçılar var. Həm Azərbaycanda, həm dünya ədəbiyyatındakı yazıçılar var ki, məhz mifoloji qatlarla işləyirlər. Mənim də, çox maraqlıdır. Sənin də yaxşı tanıdığımız, bəzən onlar haqqında bəzi yazılarım da var. Misal üçün, Nobel mükafatçıları da, bəziləri hətta Marquez'dir, Lost'dur, Borges'dir və s. Bunlar Latin Amerika yazıçılarını nəzərdə tuturam. Əsasən də magik realizmdə fərqli belə onlar adlandırılır. Bunların əsərlərində həmin prinsip bir qədər başqa prizmadan
yanaşılır həmin prinsiplərə. Məsəl üçün Borgesin ya Markesin əsərləri, yaxud bayaq adı çəkilmiş Lawson Vargas əsərləri. Llosa'dır, Cortázar'dır. Sırf görürsən ki, bəzən realist tarixlə ikinci planda, deyək, paralel olaraq mifoloji Bəli. təfəkkürün yaxud miflərə nüfuz etməyin prinsiplərindən baxanda mifologiya ilə reallığın paralel təsvirini biz Bəli, oxuyuruq. onu elə bir yazıcı xalça kimi toxuyur da onu. Xalça kimi Doğrudur. xalça kimi toxuyur. Hətta mən qəribədir ki, o Cortázar, o da elə. Xana oyunu əsəri var. Xana oyunu əsəri, bəli, hə. O, Azərbaycanca. onu da magik realizm Orada janrına mənsub Hətta yazıcı. mən deyirdim fikir axını belə deyirlər indi. Şuur axını. Bəzən 4-5 hətta cümlənin strukturu və onun təkcə strukturu yox, elə o gözlə görünmə, o gözlə gördüyün halda, gözünlə gör. Bir var ki, eşidirsən, elə əsərlər var ki, o səslənir falan. Amma elə əsərlər var ki, indi qəribədir. Elə Paviçin də romanlarında, Cortázarın da romanı, onları dinləməklə sanki bəzi şeyləri əxz eləmək mümkün deyil. Məsələn, durğu işarələrini oxucunun öhdəsinə buraxır ki, harada istəyirsən, nöqtəni vergülü sən qoy, oxu. Oxuyanda bilirsən ki, bu nə deməkdir. Bəli. Hətta belə deyərdim ki, biraz obrazı çıxsa da, elə əsərlər var ki, oradakı fikirləri təkcə oxuduğumuz sətirlərdə yox, sanki sətirlərin arasında axtarırsan ki, görün bu sətirlərin arasında. Saramago'da da elə bir prinsip var ki, bəzən görürsünüz ki, durğu işarələri yerli yerindədir müəyyən yerə qədər. Ondan sonra bir fəsil gəlir ki, həmin fəsildə heç bir durğu işarəsi yoxdur. Ancaq siz demiş, şuur axını formasında oxucu özü müəyyənləşdirir. Nöqtə harda qoyulur, abzas hardan, vergül hardan. Yəni bu şeyləri oxucunun öhdəsinə buraxır. Bu ədəbiyyatda bu formalizm belə şairlər də var. Yəni ki, zahiri formalist təsir bağışlasa da hər halda axtarışlardır. O bəyə adını çəkdiyi, misal üçün Paviçin romanları məsələn maraqlıdır bütün dünyada. 2-3 dəfə də Nobelə təqdim olunmuşdu. Yaxşı, maraqlı yazısıdır. Mən deyirəm, orada bir məsələ var. Paviçin deyək ki, Xəzər sözlüyü. Xəzər sözlüyü. Orada artıq sözlük adından sözlük formasında yazıb. Lüğət formasında. A hərfini onun başqa bir sıra əsərlərində də. Hətta mən pyeslərini onun oxudum, həmin prinsiplə. Demək, burada necədir? Maraqlı bir şey meydana gəlir. Axı, dünyada əlifba, düzdür, əksər dünya əlifbaları, belə deyək də, sözlüyü A hərfi ilə başlayır. Bəli. A, B, adam başlayır, Z ilə qutarır, Z ilə. Dünya ədəbiyyatında çox xalqlarına. Amma hamısında elə deyil axı. A, B, V də var, A, B, G də var. Tutaq ki, başqası da deyək ki, Çin dilində, yaxud Yapon dilində ayrı əlifbalar, indi onlarda ayrı. Bunu tərcümə edəndə həmin hərflərə uyğun şəkildə əsəri tərcümə eləməlisən. Bəli. Sən elə yazmalısan ki, həmin əsərdən mətn bir-birindən, yəni parakəndə şəkildə bir-birindən ayrılmasın, bir-birindən biraz sadə dildə uzaq düşməsin, ümumi bir prinsipə dialektik şəkildə, məntiqi şəkildə tabe olsun. Həm də ki, həmin hərflər A ilə başlayan deyək ki, axşam düşmüşdü. Bu indi o Slovak dilində yaxud Serb dilində yazırsa, axşam düşmüşdü. İndi sən bu orada deyək ki, gecə. Rus dilində noç. Demək, orada noç N hərfi iləndir, bizdə G hərfi iləndir. Zadda şəbdir. Yaxşı, ərəbdə, o birində müxtəlif. Demək, bu elə əsər ilə yazılır ki, bu da bir ustalıqdır da. Hər halda. Ümumiyyətlə bu üzr istəyirəm, Milorad Paviçin üslubuna xas bir cəhətdir. Onun İstanbulda Son Məhəbbət romanı var. O roman kart oyunu prinsipi ilə yazılıb. Yəni kartda insanlar necə müəyyən adamlar var ki, fala baxıb insanın taleyini öncədən deyirlər. İndi həmin romanda da kart prinsipi ilə həm tali oxucu özü tapıb o kartların yerini müəyyənləşdirməlidir. Ardıcıl yazmayıb. Birinci fəsildən sonra 3-cü fəsil də ola bilər, 2 də ola bilər, 5 də ola bilər. Onları oxucu müəyyənləşdirməlidir. Çox maraqlı üslubdur. Yəni mən oxudum. Sanki oxucunu müəyyən bir cığıra salır və ona istiqamət kimi labirintə salır, verir və deyir indi özün axtar gör hansı sənə sərfəlidir. Bəli. Burada necə deyir, gör işıq tərəfə, işıq olan yerə mi gedəcəksən, it görən tərəfə. Onu oxucu müəyyənləşdirməlidir. Bu cür əsərlər də qaydalarında, domino qaydalarında, kart formalarında, qaydalarında da belə demək. Bundan belə əsərlər. İndi bu əsərlərin də açıq deyim ki, eləsi var ki, uğur qazanır, yaxşılanır. Eləsi var,
sadəcə zahiri biraz da kobud desək hoqqabazlıq kimi görünür və Hə, elə bir özünə eksperimentlərdir də, roman janrında eksperimentlərdir. Elə roman var ki, heç bir obraz yoxdur. Sadəcə əvvəldən sona qədər şuur axını formasında yazılıb. Dünya ədəbiyyatında var. Bizdə də bir neçə yazıçı onu sınaqdan keçirtdi, amma belə diqqəti cəlb eləmədilər. Ancaq şuur axını səviyyəsində heç bir obraz yoxdur. Ancaq insanın beynində gedən proseslərdir. Vəssalam. Dialoqsuz əsərlər var. Dialoqsuz, Başdan ayağa bəli. dialoq üzərində qurulan əsərlər var. İndi sən dedin, yadıma düşdü. O vaxt o da 2 dəfə Nobelə təqdim olunmuşdu. Gürcü yazıcısı Səfərin Çiladze, Dəmir Teatr. Otar Çiladzenin, bəli. Dəmir Teatr, bilməmsə, Yeleznik Bəli, Teatr. bəli, bəli. Tamamilə biraz da şuur axını istiqamətində. Bir balaca da deyək ki, o obrazların düşüncə tərzi tamamilə fərqli və heç bir dialoq olmadan axıra qədər yazıçının təhkiyəsi əsas aparıcı o istiqamət bundan ibarətdir. İndi axtarışlar çoxdur. Çoxdur. Məsələn, bir romanın yazılma tarixçəsi haqqında ayrıca bir roman var. Məsələn, əvvəlki roman haqqında roman yazanlar. O da var, o da var. İndi qəribədir ki, indi biz söhbət edirik ədəbiyyat haqqında, dünya ədəbiyyatında gedən tendensiyalar. İndi izləyirik də, məsəl üçün son dövrdə qəribədir, həm dediyimiz o tarixi paralellər üzərində qurulan, əsasında daha doğrusu yazılan əsərlər olduğu kimi, bu saat fikir versəniz, bayaq dedin İngilis dilli ədəbiyyatı ya İngilis ədəbiyyatı. İngilis dilli ədəbiyyatı desək daha münasibdir məncə. Bəli, bəli, İngilis dilli ədəbiyyatı. Çünki Amerika, İngiltərə və 50-yə qədər ölkədə dil kimi İngilis dilini qəbul edib də. Bəziləri də ikinci dil kimi qəbul edib. Bu dillərdə yazılan əsərlərdə mənim diqqətimi bir məsələ, bir mətləb cəlb edir. Bu da ondan ibarətdir fantastik əsərlər. Fantastik nəsr, pusat dünya nəsrinin aparıcı janrı kimi. Bəli, bəli. Dedektiv demirəm ha. Yox, dedektiv başqadır. O da bir ayrı mövzu. Fantezi deyirlər də, fantezi. Fantezi, bəli. Bu janr pusat önlüyüb hamısını. Bu məncə təsadüfi deyil. Nəsə burada da bir zərurət axtarmaq olar. Bu nədir? Mən deyim ilkin öz fikrimi bir cümlə ilə ifadə edeyim. Sanki ədəbiyyatda elmləşmə gedir. Mən bu barədə onu mən deyəcəydim siz qabaqladınız. Elmləşmə. Çünki elmə mesaj çox vaxtı axı bizi Jules Verne'in romanları falan alimlər və ədəbiyyatçılar hesablayıb ki, onun irəli sürdüyü baxışlar, yəni o vaxt bizə fantaziya kimi görünən, elə gəldi zaman keçdi reallıq oldu. Əl çatmaz ideyaların sualtı qayıq demək olar ki 95% reallaşdı. Yazıcı sanki alimə bir növ nəysə mesaj göndərir. Yazıcılarda elə bir qəribə bir uzaq görənlik var ki, indi görünür bu elmləşmə ilə bağlıdır. Təbii biz bəzən ona yüngül janr kimi baxırıq. Amma əslində indi biraz elmə fantaziyaya yüngül janr kimi baxmaq olmaz. Fantezi də yazıcıdan Isaac Asimovun romanları özü elmi biliklər tələb eləyir, bəli. Doktor Robot Adam romanı var onun. Davası var. Robot adam gəlir, girir ailənin içinə, ailənin bir üzvünə çevrilir filan. İndi biz elə bir zamanda yaşayırıq ki, yəni robotlar cərrahi əməliyyat keçirir. Nə bilim, Ray Bradbury romanları. Bəli, Ray Bradbury romanları. Yəni bu yazıçıya hardansa əyan olan bir şeylərdir ki, və bizdə Azərbaycan ədəbiyyatında son dövrdə fantezi janrında gənclərin bir neçəsinin əsərinə rast gəlmişəm. İndi zaman göstərəcək də. Bəli, nə olar? O da yaxşıdır ki, bütün janrlarda əlbəttə türkdə çaba yapmaq. Ədəbiyyat okean kimidir də. İstənilən janrda fantezi var, realist üslub var, magik realizm var, metamodernizm var. İstedadlı gənclərimiz də var. Biz indi bir qədər ola bilsin ki, müəyyən sistem üzrə olmasaq da, müasir dünya ədəbiyyatına bir ümumi şəkildə nəzər saldıq. Necə deyərlər, ekskursiya elədik. Mən hesab edirəm ki, gələcəkdə bu mövzu ətrafında daha konkret məsələlər və mətləblər ətrafında biz yenə söhbətlərimizi davam edəcəyik. Mütləq. Oxucular, yəni kitab oxuyanlar, eləcə də tamaşaçılar, eləcə də bizim bu çıxış elədiyimiz studiyanın radio versiyası da var. Radioda qulaq asanlar öz fikirlərini yaza bilərlər, yaxud bu verilişə baxandan sonra onun altında şərhlərdə öz mülahizələrini, yəni əyani şəkildə yazıb öz iddialarını, öz mülahizələrini söyləyə bilərlər. Bu da bizim üçün də xoş olar. Ümumən gələcək verilişlərin hazırlanmasında da
müəyyən müsbət rol oynaya bilər. Bəli. Sağ ol. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Biraz pərakəndə də olsa düşünürəm ki, maraqlı bir söhbət oldu. Mən də elə hesab edirəm. Yaxşı olar. Təşəkkür.